Qəlbləri birləşdirir, istedadlara yol açır, fərqlilikləri gücə çevirir. Bəli, bütün bunlar DOST İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzində baş verir. Cənubi Qafqazın ən böyük yaradıcılıq və inkişaf mərkəzi olan bu məkan bugün artıq minlərlə insan üçün ümid və yaradıcılıq ünvanına çevrilib. Bugün isə biz onların yaradıcılığı və özlərini necə inkişaf etdirmələri ilə tanış olacağıq. Ümumiyyətlə, mərkəzin 4 illik fəaliyyəti haqqında bizə daha ətraflı məlumatı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari məlumat verəcək. Elnarə xanım, hər vaxtınız xeyir olsun. Ətraflı məlumatı sizdən eşidək. Hoş gelmişsiniz ilk önceden. Birinci Vitse-Prezidentin teşebbüsüyle yaratılan DOST İnklüziv İnkişaf ve Yaradıcılık Merkezi artık 4 il faaliyet gösterir. Ve bizim merkezde həssas kategoriden olan insanlar için, onların yaradıcılık potansiyelini inkişaf ettirmək için bizde burada 4 faaliyet istiqaməti üzrə təlimlər həyata keçirilir. Bu dövlət tərəfindən sosial yaradıcılıq istiqaməti üzrə sosial xidmətlərdir. Və biz artıq bu 4 il fəaliyyətimiz dövründə faktiki 900 nəfərdən artıq benefisiarlara biz burada təlim təşkil etmişik. İndi hazırda mövcud olan 300'e yaxın benefisiarlarımız bizim təlimlərdən yararlanır və biz bizim təlimlərin sonunda hər birisinə sertifikat veririk və biz bu 4 il ərzində artıq həm ölkə daxilində, həm də xaricdə, artıq beynəlxalq platformalarda bizim nailiyyətlərimiz var və ən uğurumuz bu il Yaponiyada təşkil olunan Expo 2025-də Osaka şəhərində keçirilən bizim həm mərkəzin təlimçiləri, həm də benefisiarları orada təşkil olmuşdu. Gözəl konsert proqramı orada təşkil olmuşdu və həmçinin də bir master-class, ulusçuluq üzrə master-class keçirmişdi və mən hesab edirəm ki, bu bizim üçün böyük bir uğur idi. İndi bir neçə gün bundan qabaq həmçinin də bizim mərkəzdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Alyona xanım Əliyeva bizim mərkəzə ziyarət etmişdilər və biz burada bizim həm sərgi ilə də bayram qabağı hazır olunan əl işlərimizi, ərsəyə gətirən əl işlərimizlə tanışlıq etdik və həmçində ən böyük bizim indi bu il ərzində işimiz bizim satış portalı artıq hazırlanıb, indi hazırda pilot layihəsi kimi həyata keçiriləcək və bu həmçinin də burada olan bizim mərkəzin əlilliyi olan şəxslərin üçün və ümumiyyətlə həssas kateqoriyadan olan bizim benefisiarları üçün bu bir maliyyə dəstəyidir və sosial refahını yaxşılaşdırması üçün biz belə bir imkanlar yaradırıq ki, onlar öz əl işlərini bizim satış portalı vasitəsilə artıq həyata keçirsinlər. Və bu yaxınlarda Cənab Prezident tərəfindən imzalanan bir sərəncama əsasən onların vergiləri cəmi 2% olacaq. Və bu da bir növ onlara bir dəstək olacaq. Və mən hesab edirəm ki, bizim uğurlarımız çox olacaq və məncə biz hər birimizə uğurlar və bir fürsət düşübsə, belə mən sizi də qabaq, yəni yeni illə bağlı sizi təbrik edirəm. Və ümumiyyətlə hər şey yaxşı olsun bizdə. Çox sağ olun, təşəkkür edirəm sizə. Bəli, bizim mərkəz haqqında çatdıracağımız məlumatlar bunlar idi. Söz sizdədir.